Salam gənclər, hər vaxtınız xeyir olsun. Mən Əbdülhüseyn Əliyev, CF Akademi kursunun informatika müəllimiyəm. Bu video izahımızda sizlərə hardware, yəni kompüter və onun texniki təminatı haqqında danışacağıq. İlk olaraq plana baxaq. Əvvəlcə elektron hesablama maşınları, arxitekturu haqqında danışırıq. Daha sonra kompüterin mərkəzi hissəsi haqqında qeyd edəcəyik. Sonra fərdi kompüterlər, ən sonda isə periferiya qurğuları haqqında danışıb izahımızı yekunlaşdıracağıq. Başlayaq. Elektron hesablama maşınları. Bu slaytdan bizə lazım olan yeganə şey odur ki, bilək ki, ilk yaradılmış elektron hesablama maşını ENIAC-dır. Bu qədər. Buradan əlavə detala gərək yoxdur. Davam edək. Kompüter arxitekturası və strukturu. Bu hissəni biraz izah edək. Arxitektura və struktur bir-birlərindən fərqli anlayışlardır. Gəlin görək bunlar nə deməkdir? Kompüter arxitekturası dedikdə, mən kompüterdə ümumi əlaqələndirmə qaydasını nəzərdə tuturam. Ümumi əlaqələndirmə qaydası. Arxitekturada açar sözümüz əlaqələndirmə qaydalarıdır. Yəni ümumi olaraq. Struktur isə arxitekturanın ikinci səviyyəli bir alt qoludur. O isə konkret tərkib hissələri arasında əlaqələri təyin edir. Baxın, kompüter arxitekturası 3 hissədən ibarətdir. Hesab məntiq imkanı, aparat vasitəsi və proqram vasitələri. Kompüterin strukturu isə aparat vasitələrinin bir alt qoludur. Yəni gördüyünüz kimi arxitekturanın ikinci səviyyəli bir qoludur. Təkrar edək. Ümumi olaraq əlaqələndirmə qaydası desə arxitektura, konkret tərkib hissələri arasında əlaqələrin təyini kompüterin strukturudur. Davam edək. Neyman arxitekturası. Müasir kompüterlər çoxu Neyman arxitekturasında qurulur. Bu arxitekturanın 4 əsas prinsipi var. Hansılardır? Baxaq. Birinci prinsip, kompüter proqramla idarə olunan avtomatdır. Yəni Neyman deyir ki, mənim kompüterim bir avtomatik bir qurğudur. Ona proqram yükləyirəm. Proqram həm onu idarə edir, həm də bizim işimizi görür. İkinci, kompüterin mütləq şəkildə ardıcıl ünvanlanan yaddaşı olmalıdır. Çünki verilənlərimi, proqramlarımı saxlamalıdır. Üçüncü, əmr və verilənlər arasında fərq yoxdur. Bu nə deməkdir? Məsələn, klaviaturadan hər hansısa bir düymə verilir. Tutaq ki, F5. Ən sadə variantda. Bu həm bir veriləndir, həm də bir əmrdir. Aydınlımı? Bu şəkildə bu üçüncü. Davam edirik. Sonuncu prinsip isə verilənlər proqram səviyyəsində tanınır. Bu nə deməkdir? Biz növbəti dərslərdə onsuz da keçəndə bu düymələrin mahiyyətini keçəcəyik və orada görəcəyik ki, F5 düyməsi PowerPoint-də təqdimatı başladır. Word-də qotu pəncərəsini açır. Windows 11-in özündə yeniləmə funksiyasını görür. Yəni gördüyünüz kimi proqram dəyişildimi, əmrin mənası, yəni verilənin mənası da dəyişilmiş olur. Bu bizdə o deməkdir ki, verilənlər proqram səviyyəsində tanınır. Neyman arxitekturası haqqında bu qədər. Davam edək. Neyman arxitekturalı kompüter 2 hissədən ibarətdir. Mərkəzi hissə və periferiya. Bu 2 hissə arasında əlaqəni sistem interfeysi təmin edir. Təkrar edirəm, 2 hissəlidir mərkəz və periferiya. Bu ikisi arasında əlaqəni sistem interfeysi təmin etmiş olur. Yaxşı. Mərkəzi hissədə gördüyünüz kimi prosesor və daxili yaddaş qurğuları yerləşir. Periferiya hissədə isə idarə etmə pultu, xarici yaddaş və giriş-çıxış qurğuları yerləşmişdir. Başlayaq mərkəzdən. Prosesor. CPU, Central Processing Unit. Mərkəzi hesablama qurğusu. Bir də vurun zəhmət olmasa. Tamam. Bir də vurun, hərəkət etdirsin. Baxın, gördüyünüz kimi belə bir qurğudur. Bu qurğu nə iş görür? Kompüterin işini idarə edir. Hesab məntiq əməliyyatdan yerinə yetirir. Həmçinin də hesablama ilə bağlı bütün əməliyyatlar, yəni emal prosesi burada gedir. Bu bizim prosesorumuzdur. Qısa adı CPU-dur. Uzun adı, yəni genişlənmiş forması yazmır. Prosesor olaraq daha çox qarşımıza çıxır. Həmçinin mikroprosesor olaraq da çıxa bilər. Funksiya, mahiyyət eynidir. Sadəcə mikrotipidir. Daha sonra prosesorla bağlı bir də riyazi prosesor anlayışını izah gətirək. Əvvəllər prosesorlar zəif olduğu üçün
ağır riyazi əməliyyatlarda soprosessor istifadə edirdik. Amma daha sonradan indiki kimi müasir güclü prosesorlar olduğuna görə artıq soprosessora gərək qalmır. Prosesorun xarakteristikaları. Bir CPU-nu digər CPU-dan fərqləndirən onun xarakteristikasıdır. Hansı xarakteristikadır? 7-si də qeyd olunub. Təkrar deməyə gərək yoxdur. Bunların bəzilərinə izah verək. Tak tezliyi. Tak tezliyi həm kompüterin sürətini təyin edir, həm də prosesorun əsas gücünü təyin edir. Elə bizim kompüterimizin sürəti də məhz tak tezliyimizdən asılıdır. Tak tezliyi vahid zamanda yerinə yetirilən əməliyyatların sayını bildirir. Megahertz və yaxud gigahertzlərlə ölçülür. Digər anlayışlar haqqında da izah vermişik. Ona görə qısa tutmaq üçün bu hissəni burada dayandıraq. Davam edək. Daxili yaddaş qurğuları. Deməli, qeyd etdiyimiz kimi mərkəz hissədə bir prosesor, bir də bizim daxili yaddaş qurğularımız yerləşir. Daxili yaddaş qurğuları da özü RAM və ROM olmaqla iki qismə bölünür. Biz bunu daha yaxşı, daha aydın şəkildə qavramaq üçün onu iki hissəyə ayırırıq. Enerjidən asılı olan və enerjidən asılı olmayan hissələr. Nə deməkdir bu? Əgər ki, kompüter və ya hər hansı bir elektronik qurğu qaldığımız yerdən davam edirik. Proyektorda texniki xəta olduğu üçün buradan davam edək. Deməli, daxili yaddaş qurğuları haqqında danışırdıq. İki qismə böldük. Enerjidən asılı olan, enerjidən asılı olmayan hissələr. Bu nə deməkdir? Ona izah verək. Enerjidən asılı olmayan daxili yaddaş qurğusu deməkdir ki, əgər ki, kompüter və yaxud hər hansı bir elektron qurğu söndürülərsə və yaxud gərginlikdən ayrılarsa, yəni ona elektrik verilməyə dayanarsa, bu zaman yaddaş qurğusu özündə informasiyanı saxlayırsa, o enerjidən asılı olmur. Yox, əgər ki, bunun informasiyanı yadda saxlaması üçün enerjiyə ehtiyacı varsa, bu enerjidən asılı olan daxili yaddaş qurğusudur. Enerjidən asılı olmayanlar da olanlar da 4-dür sayları. Enerjidən asılı olmayanlar ROM, BIOS, CMOS və flash yaddaşdır. Enerjidən asılı olanlar isə register, RAM, cache və video yaddaş olaraq bilinir. Bunlar haqqında geniş danışmaq olar, amma son olaraq burada yaddaşın əsas xarakteristikalarını vurğulayıb bu video izahımızda burada yekunlaşdıq. Yaddaşın əsas xarakteristikası onun müraciət vaxtı, həcmi və informasiyanın yazılış sıxlığıdır. Sağ olun, növbəti videolarda görüşərik.